Deyir bir çox zəngin adam var imiş. Bu adam çox xəssisiymiş. Nə fitrə verər, nə zəkat verər, nə birinə əl tutar, nə birinə yaxşılıq eləyərmiş. Hətta o qədər xəssisiymiş ki, özünə xərcləməyə ürəyi gəlməzmiş. Ancaq bunun bir dənə dərzi yoldaşı var imiş. Ona ildə bir dəst paltar tikdirərmiş. Bunun bu xasiyyətinə görə bütün bunun ətrafı bu kişidən üz döndərir, uzaq gəzərmiş. Bir dənə bunun oturub durduğu bu dərzi kişiymiş. Dərzi də çox xeyirxah adam olub. Belə olur ki, bir gün bu dərzi rəhmətə gedir. Dərzinin bir yaxşı cavan oğlu var imiş. Bu oğlan atasının yerinə keçir. Başlayır paltar tikməyə. Sonra həmin xəsis kişi bu dərzinin oğlu ilə münasibət qurur. Belə olur, bir gün bu xəsis kişi xəstələnir, düşür yatağa. Həkim gətirirlər, həkim baxır, deyir ki, çox ömrü qalmayıb, tezliklə rəhmətə gedəcək. Bundan sonra bunu eşidən bu ətraf tanış biliş, deyir, dayı xəstədir də, onun pislik eləsə də, heç kəsə yaxşılıq eləməsə də, dayı son günləridir, gedib dəyib yoxlamaq lazımdır. Bu dərzinin oğlu da bunu eşidib, gəlir bu kişiyə dəyməyə. Gəlib dəyir, deyir, əmi, səndən bir xahiş edəsəm, onu yerinə yetirərsən, deyir, buyur, nə xahişin nədir, de görüm. Deyir, mənim atam çox xeyirxah kişi olub da. O daima xeyirxahlığı sevən adam olub. Bilirəm o dünyada da o dic qalmayacaq. Ona buna paltar tikmək istəyəcəyindən, yaxşılıqlar görmək istəyəcək. Ona orada iynə lazımdır. Mən bir dənə iynə gətirmişəm. Onu verim sənə, o dünyada mənim atama çatdırarsın. Deyir, bu nə sözdür? Ver mənə, aparıb çatdıraram atama. Bəli, dərzinin oğlu iynəni verir buna, çıxıb gedir. Dərzinin oğlu gedəndən sonra bu kişi fikirləşir ki, mən bu iynəni necə aparacam oraya? Kəfəndir, kəfənin cibi yox. Ağzıma iynəni qoya bilməyəcəm. Ovucuma qoyacam, öləndə əlim açılacaq, iynə düşəcək yerə. Aparıb bu əmanəti yerinə çatdıra bilməyəcəm. Bəs bunu mən necə aparım? Çox fikirləşir, görür, yox. Bunu apara bilməyəcək. Nəhayət, sifariş göndərir, oğlanı çağırtdırır. Deyir, bala, mən səndən bu iynəni götürdüm, amma indi fikirləşirəm, bu iynəni mən sənin atına necə aparıb çatdıracam? Kəfəndir, kəfənin də cibi yoxdur, cibinə qoyam. Ağzıma iynəni qoya bilmərəm. Əlimə qoyacam, öləndə əlim açılacaq, iynə düşəcək. Ona görə məni bağışla günah, mən bu iynəni sənin aparıb çatdıra bilməyəcəm. Gəl bu əmanəti. Bundan sonra dərzinin oğlu deyir, əmi, indi başa düşdün ki, o dünyaya gedəndə sən özünlə heç nə apara bilməyəcəksən. Sənin bu qədər varın, dövlətin hamısı bu dünyada qalacaq. Elə bir
Bu kişi yatmışdı, yuxudan oyandı. Oğlanın sözü buna çox təsir elədi. Bundan sonra o kişi bütün mal mülkünün çox hissəsini fağır-füqaraya dağıdır. Buna borclu olan insanlar var imiş. Fərman verir ki, mənə borclu olan kasıb insanların borcumu qaytarmasın. Onlara halal eləyirəm. Kimin ki imkanı varsa, onlar o borclarını hissə-hissə qaytara bilərlər. Bundan sonra kişinin çox şuraxı açılır, özündə yüngüllük hiss edir. İndi dostlar, görürsünüz ki, bu dünyadan o dünyaya heç bir şey apara bilməyəcəyik. Allah Teala kimi sevib ona var dövlət nəsib edirsə, həmin var dövlətdən imkansızlara, fağır-füqarıya əl tutmağı gərəkdir. Allah bunun əvəzini ona min qat ödəyər. Biz o dünyaya gedəndə kəfənin cibi yoxdur. Heç nə apara bilməyəcəyik. O dünyaya apardığımız yalnız bizim bu dünyada qazandığımız əməllərimiz olacaq. Xoş o adamın halına ki, bu dünyadan öz müsbət əməlləri ilə köçəcək. Onun o dünyada da yeri cənnət olacaq. Diqqətinizə görə sağ olun.